Nuklein turşuları. Nuklein turşuları yüksek molekulu mürəkkəb birləşmələr olub, tərkibcə fosfor turşusunun qalığından, karbohidratlardan və həmçinin də purin və pirimidin əsaslarından ibarətdir. Nuklein turşularının molekul çəkiləri çox böyükdür. Bu turşular bir-birindən karbohidrat tiplərinə, pirimidin və purin əsasları zəncirindəki yan qrupların tiplərinə, habelə növbələşməsi xarakterinə görə fərqlənir. Nuklein turşularının zölallarla kompleks birləşmələri bir ümumi adla nukleoproteidlər adlanır. Bu birləşmələr canlı orqanizmlərin həyat fəaliyyətində başlıca rol oynayır. Funksional baxımdan nuklein turşuları iki cürdür. Dezoksiribonuklein turşusu, yəni DNT və ribonuklein turşusu, yəni RNT. Bunlardan DNT xromosomlarda, xloroplastlarda və mitoxondrilərdə rast gəlindiyi halda, RNT isə canlı hüceyrənin təxminən bütün quruluş komponentlərində olur. Nuklein turşularının hər ikisi makromolekulyar birləşmələrə aiddir və kimyəvi təbiətinə görə polinukleotidlərdir. DNT molekulu bir-biri ilə kovalent rabitələrlə birləşən dezoksiribonukleotidlərdən, RNT isə ribonukleotidlərdən ibarətdir. Bütövlükdə polinukleotidlər təkrar olunan mononukleotidlərdən təşkil olunmuşdur. Onlar isə nukleozidlərin fosforlu efirləridir. Nukleozidlər pirimidin və ya purin əsaslarının N-glukozidləri olub iki qrupa bölünür: ribonukleozidlər və dezoksiribonukleozidlər. Nukleozidlər ilk azotlu əsaslara, yəni purin, pirimidin nisbətən suda daha yaxşı həll olur. Onları kağız xromatoqrafiya üsulu ilə asanlıqla ayırmaq və öyrənmək mümkündür. Bütün glukozidlər kimi nukleotidlər də qələvlərə qarşı nisbətən davamlı olur. Lakin qızdırılmış turşularda asan hidroliz edilir. Hidroliz zamanı nukleozidlər sərbəst əsaslara və pentozalara parçalanır. Pirimidin nukleozidləri purin nukleozidlərinə nisbətən hidroliz prosesinə daha davamlıdır. Hər iki tip nukleozidlər spesifik nukleozidazaların təsiri ilə hidroliz olunur. Polinukleotid zəncirin ən mühüm xüsusiyyətlərindən biri əsaslar arasında hidrogen rabitəsi əmələ gətirməklə sərbəst nukleotidləri özünə birləşdirməkdir. Yəni əsasların qoşalaşması. Bu halda ancaq komplementar əsaslar qoşalaşır. Hüceyrədə genetik məlumat DNT tərəfindən saxlanılır. DNT molekulu iki komplementar əsaslı polinukleotid zəncirindən ibarət olub, hidrogen rabitələri vasitəsilə sabitləşən iki qat tel əmələ gətirir. Hər bir teldə fosfat və pentoza qalıqlarından başqa aşağıdakı cüt əsaslar da vardır: adenin timin, timin adenin, guanin sitozin, sitozin guanin. DNT-nin ikinci quruluşu iki qat spiraldan ibarətdir. Spiralın hər bir tam sarğısına 10 cüt nukleotid düşür. Xromosom DNT-nin üçüncü quruluşu məlum deyildir. Ailə bitkilərin ilk dəfə DNT 1936-cı ildə alınmışdır. RNT molekulu DNT molekulundan xeyli kiçikdir. Kiçik molekulu RNT-yə xromosom, yəni 76-85 nukleotiddən ibarətdir və nəqliyyat RNT-si təxminən 120 nukleotid aiddir. Böyük molekullu RNT-yə isə 2000 və 4000 nukleotid, iki daha iri molekullu ribosom və məlumat RNT-si daxildir. Bir qayda olaraq RNT molekulu iki qat spiral əmələ gətirmir. Əksinə, çox hallarda isə polinukleotid hüdudunda azotlu əsasların komplementar ardıcılığında qoşalaşma nəzərə çarpır ki, bu da molekulun qatlanmasına səbəb olur. Nəqliyyat RNT-si 4S RNT və ya nRNT hüceyrədəki bütün RNT-nin təxminən 10%-ni təşkil edir və hialoplazmada həll olunmuş haldadır. Həll olunan RNT, nRNT-si üçün yonca yarpağında bənzər ikinci quruluş səciyyəvidir. Ribosom RNT-si hüceyrədəki RNT-nin 85% qədərini təşkil edir. Bu tipli RNT-nin ikinci quruluşu az öyrənilmişdir. Məlumat RNT-nin ən mühüm əhəmiyyəti genetik məlumatları DNT-dən ribosoma daşımasıdır.
M erintisi hüceyrədəki bütün erintinin 5%-ni təşkil edir və ancaq adi nukleozidlərdən A, G, S və U-dan ibarət olur.